Salam, axşamınız xeyir olsun. Bugün çevrə üzərine suallara baxacağıq. Güvən Nəşriyyatın kitabı 1-ci, 2-ci qrup üçün olan kitabdan 42-ci sualdan başlayaq. Birinci verilənləri qeyd edək. Bizə verib YA bərabərdir AB-yə və hər birisi 6 cm-dir. Qeyd edirik. Daha sonra YC-nin CD-yə olan nisbəti 2-nin K deyək buna 7K-ya nisbətidir. Sonra biz kəsişən vətərlərin xassəsinə görə, kəsişən vətərlər və kəsənlərin xassəsinə görə, bir nöqtədən çəkilmiş iki kəsənə görə bilirik ki, YA vurulsun YB bərabərdir YC vurulmuş YD-yə. Bizdə YA-nı 6 verib, Y-dən B-yə 6-nın 6 12 eləyir, bərabərdir 2K vurulsun 9K-ya. İxtisarlarımızı aparsaq, eləyir 18K-nın kvadratı bərabər olur 72-yə, K kvadratımız 4-ə, K da bərabər olur müsbət mənfi 2. Təbii ki, biz uzunluqdan söhbət getdiyinə görə müsbətini götürəcəyik. Və bizdən YC-ni istəyir, yəni 2K-nı 2-ni 2-yə vururuq, eləyir 4. Digər sualımıza baxaq uşaqlar. 43-cü sualda O-dan A-ya 4 verib, AB-ni 3, bura X, C-dən D isə 6X. X-i vuracam 7X-ə bərabərdir 4 vurulsun 7-yə. 7-lər ixtisar gedir, yəni X-in kvadratı 4-ə bərabərsə X-imiz bərabər olur 2-yə. Bizdən də C-dən D-yə olan məsafəni, yəni 6X istəyir, 6-nı 2-yə vuracaq, 6-nı 2-yə vururam, bu da eləyir 12. 44-cü sualda 3, bura 5, CD-ni 10 verib, məndən PC-ni istəyir. Burada daha sadə sualdır. 3 vurulsun bütöv uzunluq bizə verir 8, X vurulsun, X üstəgəl 10. Bunu kvadrat təlini kimlə yaza bilərik? Seçmə üsulunu yaza bilərik, fərq etməz. X vurulsun, X üstəgəlinizin 10 bərabər 24-dürsə, burada X-in yerinə artıq baxanda görünür 2 qoysa, 2 vur 12, 24 eləyəcək. X-imiz bərabər olur 2-yə. Və yaxud da ki, kvadrat tənlik şəklindən gətirib Y teoremindən tapa bilərdik ki, vurduğumuz zaman 24, topladığımız zaman mənfi 10 eləyən ədədlər. 45-ci sualda isə toxunan və kəsənin xassəsi var, bir nöqtədən çəkilmiş. Yəni, burada düsturumuz nə idi? AB-nin kvadratı bərabərdir AC vurulsun AD-yə. AB-miz 6-dır, kvadrat 36 bərabər 4 vurulsun 4 üstəgəl X. 36-nı 4-ə böləcəyik. 4 üstəgəl X-imiz bərabər olur 9-a. X-imiz də bərabər olur 5-ə. 46-cı suala baxaq. Eyni sualdır, baxmayaq. Və 47-ci sual. Çevrə daxilinə mərkəzdən eyni məsafədə çəkilmiş iki vətərin uzunluqları verilmişdir. Bu vətərlərin uzunluqları cəmini tapın. Aha, deməli uşaqlar, belə bir çevrə çəksək, mərkəzdən eyni məsafə dediyinə görə buradan da buradan olan məsafəmiz eynidir. Bu bir vətərimiz olsun. Bu isə digər vətərimiz olsun. Eyni məsafə dediyinə görə buradan x yazıram. Hər ikisini üçbucağa tamamlasaq, buralarda radiusdur. Deməli uşaqlar, bu da bilirik ki, bərabər hissələrə bölünür. Eyni məsafədən çəkilən vətərlərin uzunluqları bir-birinə bərabər olur. Buna görə də biz bərabərləşdirsək, 3x çıxılsın 2-ni bərabər götürürəm, x üstəgəlinsin 6-ya. 2x-imiz 8-ə bərabər, x də bərabər oldu 4-ə. Deməli, bir vətərin uzunluğu 10 cm-dir. Onda digəri də 10 olacaq və cəmi bizdən istəyir 20 cm C bəndi. Gəlirik 48-ci sualda eyni sualdır. 49-da isə, yəni çevrə çəkərək başlaya bilərik biz. Diametri 26 deyirsə uşaqlar, diametri nə idi? Radiusun 2 qatı. Deməli, bizim radiusumuz 13-dür. Mərkəzdən 12 cm məsafə. Artıq məsafə dediyinə görə buradan bir perpendikulyar çəkirik. Vətər çəkilmişdir. Bax, bu məsafə. Bunu da uclarını eyniləşdirək. Aha, bura 12 cm-dir. Biz bildiyimiz kimi Pifagor ədədləri, Pifagor üçlüyü 12, 13 və digər hissəyə nə düşür? 5. Və daha sonra biz burada əgər bilirik ki, mərkəzdən çəkilmiş radius perpendikulyardırsa, onu iki bərabər hissəyə bölür. Yəni, bura 5-dirsə, burada 5 olur və
bütövlükdə vətən uzunluğu isə bizdə bunun 2 qatını götürəcəyik. 10 sm. Burada da yenə eyni şeyə gəlir. 51-ci suala baxaq. Dördbucaqlının daxilinə çevrə çəkilmişdir. Burada artıq biz bilirik ki, dördbucaqlının daxilinə hər hansı bir dördbucaqlının daxilinə çevrə çəkə bilirəmsə, həmin dördbucaqlının qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Adlandırsaq A, B, C, D deyə 6, 7, 9 və X. Məndən X istəyir. Qaydamız nə idi uşaqlar? Qarşı-qarşı duran tərəflərin cəmi bərabər olmalıdır. Yəni 6 üstə gəl 9-umuz 7 üstə gəl X-i bərabərdir. Buradan da X-i alırıq ki, 15-dən 7 çıxıram 8 sm. 52-ci sual eyni tip sualdır və 53-cü suala baxaq. 53-cü sual əslində biz qayda izahında demişdik bunu. Hətta biz çevrə keçəndə də bunu qeyd etmişik. Dördbucaqlarda da bunu qeyd etmişik. Yenə baxaq. Dördbucaqlının xaricinə çevrə çəkilmişdir deyir. Yəni öncə bir dördbucaqlı çəkək. Kvadrat olmasın gərək bu. Qaydaq bunu. Tamam, birinci çevrə çəkək. Bunun da daxilində bir hər hansı dördbucaqlı çəkək. Və bizdən adlandırsaq A, B, C, D. A 70 verilib. Bizdən istəyəcək böyük ehtimal C-ni. Bəli. Burada əzbərə qayda kimi deyə bilərik ki, bu iki bucağın cəmi 180 dərəcədir. Və ya bunu necə biz isbat edərdik? 70 dərəcəli daxili bucağı söykənmiş qövsümüz 140 dərəcə olur. Tam çevrəmiz 360 dərəcə olduğundan 360-dan çıxırıq 140-ı, qalır 220. 220-yə uyğun daxili bucaqsa 110 dərəcə olur. Deməli, biz bilirik ki, bucaq A ilə bucaq C-nin cəmi hər zaman bizə verir 180 dərəcə. Ona görə doğru cavab olur Y variantı. Aha, burada isə 55-ci sualda demək olar ki, oxşar tipi sualdır. Çevrə daxilən dördbucağı çəkilmişdir. Bu zaman qarşı-qarşıya duran bucaqların cəmi bərabər olmalıdır. Yenə belə bir çevrə daxilinə dördbucaqlı çəkdik. Bu şəkildə, yəni bunlar 180 dərəcə bərabərdir. A, B, C, D. Mənə verib A-nı 2x, 3x və 4x. Bu da bilmirəm, heç mənə maraqlı deyil. Bayaqki qaydada dedik ki, qarşı-qarşıya duran bucaqların cəmi 180 dərəcədir. Yəni 2x üstə gəlinsin 4x-imiz bərabər 180 dərəcəyə. 6x-imiz 180 dərəcədirsə, x-imiz bərabər olur 30. Mən x-i tapmışam, məndən b-ni istəyir, yəni 3x-i. 3-ü də vuracam 30-a, eləyəcək 90 C bəndi. Eyni tip sual 56, 57-yə baxırıq. 57 bayaq dediyimiz sualı oxşayır, amma burada qayda bucağın yarısının cəmi 180 olmalıdır. Və yaxud da ki, qövslərlə getsək yenidən 110 dərəcə mərkəzi bucaqsa, burada 110 dərəcə düşür. Tam çevrə 360 olduğundan bura qalır 250. 250 uyğun daxili bucaqsa olur 125. Burada isə belə deyirik. Bucaq B və bucaq O-nun yarısının cəmi bizə 180 dərəcə verir. Bu da qayda kimi yadda saxlaya bilərsiniz. Daha sonra uşaqlar B, C bucağı bizdən istənilir. Bunu da qaydada demişdik ki, toxunanın söykəndiyi minor qövslə toxunanlar arasındakı bucağın cəmi 180 dərəcə verir. Amma məndə burada bu qövs verilmədiyinə görə 55-in söykəndiyi qövs taparıq. 55 daxil bucaq olduğuna görə BC qövsü onun 2 qatı olur. Yəni 110. Bura 110 oldusa, mən x-i tapmaq üçün nə edirəm? Bunları cəmləyib 180-ə bərabər götürürəm. Yəni x üstə gəl 110 bərabər 180-ə, x-imiz də bərabər olur 70 dərəcəyə B bəndi. Eyni sual 60-cıda da yaza bilərik. 50 isə bura düşür 100, 180-ə 100 çıxıram, bura qalır 80 C bəndi. Tam əksini eləyirik. Artıq burada 180-dən 70-i çıxıram, 110 qalır uşaqlar. 110-a uyğun daxili bucaqsa onun yarısına bərabər olur 55 dərəcə. Eyni sualdır, buna baxmayaq və gələk 63-cü suala. Burada toxunan verilmişdir. Aha, toxunan və DC bucağını istəyir. Belə deyə bilərik ki, iki qayda ilə gedə bilərik bunu. Əgər bura 20-dirsə söykəndiyi qövs olur 40 dərəcə. Yarım dairə, yarım çevrə bunu 2 bərabər hissəyə bölünür. Yəni 180-li hissələr bölünür. 40-sa bura qalır mı? 140.
Və biz kənardakı bucağı tapanda hər zaman toxunanlar arasındakı və ya kəsənlər arasındakı bucağı tapanda majorda minor çıxıb 2-yə bölürdük. Yəni 140-dan 40-ı çıxıb 2-yə böləcəm. 100 yarısı da mənə verir 50 dərəcə. Eyni sualdır burada. Aha, buna baxsaq bizdən DBC bucağını istəyib bu bucağı soruşur. Gələk nə edirik? 20 söykəndiyi göz 40-dır. Geriyə qalırdı 140. Düzdürmü? Deməli biz bu BC göğsünü 140 tapdıq. X isə 140-ın yarısına bərabər idi. Çünki bu da ilə daxili bucaq kimi söykəndiyi göğsün yarısına bərabər olur. Ona görə cavab olur 70. Aha, 66 isə qaydaya əsaslanmış bir sualdır. Diametrə söykənmişdir. Deyir, uşaqlar biz bilirik ki, diametr çevirən 2 bərabər hissəyə bölür. Hər hissə 180 dərəcə olur. Bunu bilirik. Və qayda kimi demişdik ki, bu diametrdirsə əgər, diametrə söykənən bucağı olur 90 dərəcə. 90-40 deməli bura qalır 50 dərəcə C bəndi. Eynisi burada da yenə düz bucaqlı bucağın iti bucaqlarını tapıram. 90-dan 35 çıxıram. Burada da qalır məndə 55 dərəcə. Və burada BAC bucağını istəyir. BAC bucağı X. Yenə baxaq görə nə idi? Yarım çevrə verilib mənə. Bura 110-dursa geriyə qalır 70 və 70-in yarısı nə olur uşaqlar? 35 dərəcə olur. Sonra baxaq görək biraz fərqli suallara. Hansı suallara baxaq? Gəlin bu 80-ci suala baxaq. Maraqlı görünür. Deməli, üçbucağın daxilinə çevrə, çevrənin daxilinə isə yenidən üçbucaq çəkmişdir. Mənə verib A-nı 72, Y-ni tapmalıyam, F-i tapmalıyam və D bucaqlarını tapmalıyam uşaqlar. Bayaq dediyim qaydaya əsasən toxunanla onun söykəndiyi göğsün cəmi 180 dərəcə verməlidir. Deməli, bura 72-dirsə, söykəndiyi göğs elədimi 108. Onda uşaqlar 108-ə söykənən daxili bucaqsa, həmin bu 108-in yarısına bərabər olur, yəni 54 dərəcə. Sonra digərini tapıram. B bucağı 60-dırsa, söykəndiyi göğsü olur 120 və 120-nin yarısı yenidə mənə nə verir? 60. C bucağı 48-dirsə uşaqlar, 180-dən 48 çıxıram 132. 132-nin də yarısını götürəcəm 66. Ona görə olur C bəndi. Yəni bu qayda əsas həyat qurtaran bir düsturdur. Əks halda biraz çətin gedə bilərdi, amma yenə də tapmaq olardı başqa bir üsulla. 3 dəyişənlə əvəz edərdim və majordan minor çıxıb 2-yə bölmək. Bu qayda biraz uzun gedir. Amma biz belə deyək də, çevrə verir mənə. Bu çevrə, bu da toxunanlar. Bu alfa bucağı ilə M göğsü. Hər zaman deyiriz, alfa ilə M-in cəmi 180-ə verir. Bax, bu da bizim can qurtaran sualımız olsun. 81 eynidir. 82-yə baxaq. Verilənlərdən gedirəm. AO bərabərdir CD-yə. Bunu da buna bərabər olduğunuzu bilirəm. Çünki hər birisi radiusdur. Aha, sonra uşaqlar mənə verib 35-dirsə, bura düşdü 70. Düzdürmü? Bura 70 oldu. Aha, mən tapmalıyam bucaq BCD-nin. Hətta bunu belə çəksək, birləşdirsək, bu da radiusdur. Bu da radiusdur, elə deyilmi? Deməli, burada 60 düşəcək uşaqlar. Burada 60 düşür. Burada 60 düşməlidir. Əslində 60 düşməlidir. Mən bu balaca hissəni tapsam, rahatlıqla tapa bilərəm ki, ora neçə dərəcədir. Aha, tapaq görə nə baş verir? Bax uşaqlar, deməli, bura 60-dırsa söykəndiyi bu DC göğsü də bizdə 60 düşür. Bura 70, bura 60. Bu da diametrdir. Diametr nə edirdi? Tam yarı bölür. Yəni 180 verməlidir. Mən bura bir X deyirəm. X bunların üçünün cəmi bizə 180 verməlidir. Hal-hazırda 30 var, 130. Deməli, X üstə gəl 130-umuz 180-dirsə, X-imiz bərabər olur 50-yə. Və məndən soruşulan nədir? 50-yə uyğun daxili bucaq. 50-yə uyğun daxili bucaqsa, həmin o 50-nin yarısına bərabər olur. Eyni qayda ilə gedəcək burada da. 84-cü suala baxaq. 84-cü sualın qaydası. Öncə soruşulana getmirəm. Mənə verilənə baxıram. 50-dirsə, 50 toxunanlar arasındakı bucaqdırsa, bura düşdü deməli 130 dərəcə. Çünki bayaq dedik ki, bu ikisinin cəmi 180 dərəcə, 360 dərəcə, 180 dərəcə verməli, düz işləyirəm. Bura 130-dur. Tam çevrənin özünün 360 olduğunu bilirəmsə, deməli bura düşür 230 dərəcə. 360-dan çıxdıq. Və bu da nədir uşaqlar? Daxili bucaq deyilmi? O zaman 230-un yarısına verəcək mənə 115 dərəcə. Eyni qaydadır.
Növbəti 86-cı sualda tərsdən qayıdaq. Tərsdən qayıtmaq nə deməkdir? Bura 130-dursa, söykənli qövs olur 260. 360-dan 260 çıxıram, qalır 100. Bu ikisinin cəmi neçə olmalıdır? 180. 100 ilə x-in cəmi 180 olarsa, x-imiz bərabər olur 80 dərəcə. Eyni sualda 87. Gələk baxaq 88. Aha. Deməli uşaqlar, hardan başlayıram mən? Alfadısa bura olur 2 alfa. Mən özlüyündə qaydada bilirəm ki, bax bu 2 alfa ilə betanın cəmi 180 olmalıdır. Bu isə mənə deyir, alfa ilə betanın cəmi 130-dur. Mən bunları alt-alta çıxsam, tapıram ki, alfamız bərabər olur 50-yə. Alfa 50-dirsə, bura 2 alfa yox, artıq 100 olur. 100-ə uyğun olan mərkəzi bucaqda uşaqlar 100 olur. Təkrar geri sarı baxa bilərik buna. 89-cu suala baxdıq, eyni tipdə sualdır və 90-cı suala baxıram. 90-da mənə əvəzləmə verib. Alfadırsa uşaqlar, bura oldu 2 alfa. Alfa ilə 2 alfa və betanın cəmi 2 alfa və betanın cəmi bilirəm 180 dərəcədir. Burada alfa ilə betanın yerinə mən yaza bilirəm ki, alfa ilə betanın yerinə x yaza bilərəm. Bax, burada bir şey var uşaqlar. Bax, x-imiz nəyə bərabər? 2 alfaya bərabər. Gətirib burada 2 alfa yazsam, onda alfa betaya nə olur? Bərabər olur. Yəni, gətirib mən bu üstdəki yazdığım ifadədə betanın yerinə alfa yazsam, 3 alfam bərabər olar 180-ə, alfa da bərabər olur 60 dərəcəyə. Y bəndi. 91-də kəsişən vətərlərin xassəsidir. 4 vur x bərabər olur 3 vur 16-ya. 3 16-ya vurdum 48. Olur 4x-im 48. X-im də bərabər olur 12-yə. 92-ci suala baxırıq. O mərkəzi çevrədə BC toxunandır. O AB 20-dir. Məndən ABC-nin neçə dərəcə olduğunu istəyir uşaqlar. Bunu tamamlayıram mən şəkildə. Bura 20-dirsə, bura deməli 40 qalır. Bu diametr neyinirdi? Yarı bölürdü. 180-i tamamlamalıyam. Deməli, bura qalır 140. Bizdən soruşan nədir? Bizdən soruşur ki, bu B bucağını, yəni daxili bucaq kimi baxırıq. 142-yə bölürəm. O deyir 70 dərəcə. 94-cü sualı da baxaq. Burada isə nədir verilən? Paralel vətərlər verib. Təbii ki, biz paraleller və kəsən mövzusuna baxacağıq. Oradakı kimi yazmağa çalışacağım. BAC bucağı 38 isə, deməli burada 38 düşür. Baxın, burada 38. Və burada biz necə üç bucaq görürük? Bərabər yanlı. 38, burada 38. Bunu da biz üç bucaqdan bilirdik ki, bu xarici bucaqdır da uşaqlar. Xarici bucaq ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Və yaxud bu qaydanı unutmuşam. Nə edəcəm? Üç bucağın daxili bucaqların cəminin 180 olduğunu bilirəm. X-i tapacağım və sonra onun qonşusunu hesablayacağım. Yəni, x üstəgəlinin x-in cəmi 76 bərabər 180-ə. X-imiz də bərabər olur 180-dən çıxanda 76-nı 104. Bunu tapdıq. Mən buranı 104 tapdım. Axı məndən buranı istəmir. Məndən 104-ün qonşusunu. Yenə eyni şey, yəni təkrarlayırıq. 180-dən 104 çıxıram. Burada qalır 76 dərəcə. Bu qədər uşaqlar. Davamı da növbəti videoda olacaq inşallah. Təkrar edək. Sualları yaxşı və diqqətli izləyək.